Salam müəllimələr, necəsiz? Hər vaxtınız xeyir olsun. Deməli, bugünkü dərsimizin bir digəri isə 20-ci mövzu olan südlü xörəklərin hazırlanma texnologiyasıdır. Deməli, süd çox qiymətli qida məhsuludur ilk öncə. Onun tərkibində orqanizmin həzm olunma prosesini qaydaya salan qidalı maddələr var. Süd müxtəlif yaş qruplarında insanların qida rasionuna daxil edilməlidir. Süd xüsusən uşaqlar, yaşlılar üçün çox qiymətli qida məhsuludur. Yəni bunlar bir çoxumuzun bildiyi, belə deyək də, primitiv hissələrdir. İndi gəlirik əsas hissələrə. Deməli, inək südünün tərkibi zülal, baxırıq. İnək südünün tərkibində zülal, A, B, B2, PP, C və D vitaminləri mövcuddur. Deməli, nə var? A, B, B2, B1 yox ha, B2, PP, C və D vitaminləri ilə zəngindir. Süd bol kalsium var. Süddə bol kalsium var. Uşaqlara falan veririk ki, içsinlər, boyları uzansın. Deməli, nə var süddə? Bol tərkibdə, bol dərəcədə kalsium var. Kalsium nəyə yararlıdır, nəyə xeyirdir? Sümükləri gücləndirir, dişlərin sağlamlığını təmin edir. Deməli, kalsium nəyə kömək edir? Sümükləri gücləndirir, dişləri sağlamlığını təmin edir. Süddən süd məhsulları. Deməli, süddən alınan süd məhsulları hansılardır? Yağ, kəsmik, xama, qatıq, şirin kəsmik hazırlanır. Deməli, nə hazırlandı? Yağ, kəsmik, xama, qatıq və şirin kəsmik hazırlanır. Sonra insanlar təkcə inək südündən deyil, hansı südlər var, hansı heyvanlar südündən istifadə edirlər? Keçi, qoyun, camış, ət, at, dəvə və maral kimi ev heyvanları südündən də istifadə edirlər. Deməli, keçini, qoyunu bilirik. Dəvə də adətən bilinir, amma burada nə var? Maral, bir də at. Camış da belə deyək, yəni bizə məlum olanlardır. Amma biraz qeyri-adi olanları maraldır, atdır. Yəni bunları yadda saxlayırıq. Daha sonra süddən alınmış ərzaqların keyfiyyəti nəyinə görə müəyyən etmək olar? Süddən alınmış ərzaqların keyfiyyətini xarici görünüşündən, rəngindən, iyindən, qatlığından müəyyən etmək olar. Deməli, xarici görünüşü, rəngi, iyi və qatlığından müəyyən etmək olar. Köhnə ərzaqlar xoşagəlməz iyə malik olur. Köhnəlmiş süd necə olur? Köhnəlmiş süd turşuyur və qatlaşır. Xarab olmuş xama acı dad verir, kəsmin səthi isə sürüşkən olur. Deməli, xama acı dad verir, kəsmin isə səthi sürüşkən olur. Sonra süd və süddən alınmış ərzaqları soyuducuda, soyuq otaqda saxlanma müddəti şərtlərinə ciddi riayət etməklə saxlamaq lazımdır. Hansı temperaturda? -4 və 8 Selsi dərəcədə. Deməli, süd məhsullarını hansı temperaturda saxlayırıq? -4 və 8 Selsi dərəcədə saxlayırıq. Deməli, südü 20 saat, xamanı 72 saat, kəsmiyi isə 36 saat. Bir də deyirəm, südü 20 saat, xamanı 72 saat, kəsmiyi 36 saat, kərə yağını isə 10 gün saxlamaq olar. Ev şəraitində südün keyfiyyətini qaynatmaq ilə yoxlamaq olar. Təzə süd hamar olur və çürümür. Sonra müəllimlər, süd kombinatlarının içməli inək südünü satışda pasterizə edilmiş və sterilizə edilmiş şəkildə buraxılır. Deməli, süd neçə formada olur? 2 formada, pasterizə və sterilizə edilmiş şəkildə. İndi gəlirik pasterizə edilmiş südə. Hermetik qablaşdırılmış süd deyilir, pasteriz edilmiş süd. Deməli,
Hansı temperaturda saxlanılır? Daha doğrusu, yəni qaynadılır. 72-75 Selsi dərəcəyə qədər qızdırılmaqla tərkibindəki xəstəliyi törədən bakteriyalar məhv edilmiş süddür. Mən səhv eləmirəmsə, bu ilmiqdə bu formada düşmüşdü. Daha doğrusu uyğunlaşdırma kimi düşmüşdü. Pasterizə, sterilizə edilmiş. Bir də deyəsən südün alınması, pasterizə edilmiş süddən necə idi o? Bir dəqiqə deyəcəm. Pasterizə edilmiş süddən bişirilmiş südün alınması bu formada uyğunlaşdırma kimi düşmüşdü. Deməli, deyirik, pasterizə edilmiş süd nə qədər saxlanılır? Hansı temperaturda? 72-75. Deməli, 72-75 Selsi dərəcəyə qədər qızdırılmaqla tərkibindəki xəstəlik törədən bakteriyalar məhv edilmiş süddür. Belə emal zamanı ərzağın keyfiyyətinin minimal dəyişiklik baş verir. Yəni, burada onun keyfiyyətində çox da bir dəyişiklik olmur. Minimal dəyişiklik olur. Pasterizə edilmiş süd 0,6 Selsi dərəcə temperaturda, saxlama müddəti isə 2-5 günə qədər olur. Deməli, belə necə yadda saxlayaq? Burada 72-75-i görürsünüz də. Deməli, burada 2, bir də 2 və 5-i gördük. Deməli, saxlama müddəti də nə qədərdir? 2 və 5 gün. Buradakı 72-75-dəki 2 və 5-i saxlama müddəti olaraq 2 və 5 gün kimi yadda saxlaya bilərik. Bəs temperaturu 0,6 temperaturda saxlayırıq. Amma qızdırırıq hansı temperatura qədər? 72-75 Selsi dərəcəyə qədər, belə deyək də, qaynadılır. Sonra sterilizə edilmiş süd 120-140 Selsi dərəcəyə qədər qızdırılaraq alınır. Deməli, nə qədər? 120-140 Selsi dərəcəyə qədər qızdırılaraq alınır. Belə temperaturda bütün mikroblar və orqanizm üçün xeyirli olan maddələrin bir qismi ölür. Deməli, pasterizə edilmişdə minimal deyirdi, dəyişiklik olur və sadəcə xəstəlik törədən bakteriyalar ölür. Amma burada mikroblar və orqanizm üçün xeyirli olan maddələrin də bir qismi ölür. Sterilizə edilmiş süd hermetik, ağzı bağlanmış qabda uzun müddət. Sterilizə edilmiş südü 4 aya qədər saxlamaq olar. Pasterizə edilmiş süd sterilizə edilmişdən daha xeyirlidir. Bayaq dediyim kimi, çünki onun tərkibində sadəcə bakteriya olan, yəni bakteriya törədən xəstəliklər olan hissəsi ölür, amma yəni xeyirli qidalı maddələri qalır. Amma sterilizə eləyəndə artıq həm mikroblarla bir yerdə orqanizmə lazım olan o xeyirli maddələrin də bir qismini öldürür. Ona görə də keyfiyyətli hesab olunur pasterizə edilmiş. Süddən çoxlu sayda xörək hazırlamaq olar. Duru, qatı, şirin yeməklər, həmçinin soslar. Süd, çörək və qənadlı məmulatlara əlavə edilir. Bunun üçün o müxtəlif növ termiki emaldan keçir. Belə ki, uzun emaldan sonra müsbət 95-98 Selsi dərəcədə pasterizə edilmiş süddən bişirilmiş süd alır. Deməli, hansı dərəcədə? 95, müsbət 95-98 Selsi dərəcədə pasterizə edilmiş süddən sterilizə edilmiş süd alınır bu temperaturda. Sonra tərəvəzlər, makaron məmulatları, yarma ilə hazırlanmış süd şorbaları və ya sıyıqlar üçün adi, bişirilmiş və konserv edilmiş quru, yəni qatlaşdırılmış süddən istifadə olunur. Deməli, hansı südlərdən qatlaşdırılmış və yaxud da ki, adi bişirilmiş, konservləşdirilmiş quru və yaxud da ki, qatlaşdırılmış südlərdən istifadə olunur. Yəni, süd şorbaları, sıyıqlar, bunları hazırlamaq üçün. İndi burada hansıdır? Quru süddən danışırıq. Quru süd nədir? Quru süd 1 stəkan suya 1,5 xörək qaşığı hesabı ilə götürülür. Deməli, quru süd toz şəklində olur. Bilməm, görmüsünüz yoxsa yox, görərsiniz məncə. Həmin o quru süddür. Deməli, onu 1 stəkan suda 1,5 xörək qaşığı hesabı ilə götürürük. 1 stəkan su 1,5 xörək qaşığı hesabı ilə götürülür. Əvvəlcə süd tozu az miqdarda ilıq suda həll edilir. Deməli, tozu əvvəlcə az miqdarda suda həll edirik. Sonra isə yavaş-yavaş su əlavə edərək tam həll oluna qədər qarışdırırıq.
Qatlaşdırılmış süd isə belə həll edilir. Bu quru süd idi, bu isə qatlaşdırılmış süd. Qatlaşdırılmış süd 2 xörək qaşığı qatlaşdırılmış südü 1 stəkan qaynadılmış suya əlavə edərək qarışdırırıq. Deməli, burada nə qədər götürdük? 2 xörək qaşığı. Deməli, quru süddə 1,5 xörək qaşığı götürürdük. Sanki qatlaşdırılmışda bütövlüyürük 2 xörək qaşığı. 2 xörək qaşığı süd daha doğrusu qatlaşdırılmış süd götürürük. 1 stəkan burada qaynadılmış su. Baxın, qaynadılmış suya əlavə edirik. Südlü şorba və sıyıqların hazırlanma texnologiyası. Deməli, müəllimə, bu ardıcıllıq da mütləq ardıcıllıq kimi də öyrənirik. İlk öncə yarmadırsa yarma, makaron məmulatları, tərəvəzlər ayrıca suda bişmiş vəziyyətə qədər qaynadılır. İndi burada yəni hazırlayacağımız məhsuldan asılı olaraq deyir. Yəni bunların hər biri ola bilər. Yarma, makaron məmulatları və ya tərəvəzləri ayrıca suda yarı bişmiş vəziyyətə qədər qaynadırıq. İlk öncə yarı bişmiş vəziyyətə qədər qaynatdıq. Birinci mərhələ. 2. Quru və yaxud da ki, qatlaşdırılmış südü həll edirik. Yəni, bayaq dediyim kimi quru süd necə, qatlaşdırılmış süd necə həll olunursa, ikinci mərhələdə onu həll edirik. Yəni, südü hazırlayırıq. Üçüncüdə isə südü qaynadırıq. Ona yarma, makaron, tərəvəz əlavə edib, yəni hansını bişiririksə onu əlavə edib, duzlayıb tam hazır olana qədər bişiririk. Deməli, 3-də südü qaynatdıq, yarma, makaron hansıdırsa əlavə etdik, duzu əlavə etdik və axıra qədər bişirdik. Hazır olana qədər bişirdik. 4-cüdə isə əgər üzlü süddən istifadə ediriksə, su əlavə etmədən onda qaynayan südə duz, qənd, baxın burada nə var? Duz, qənd, yarma, makaron və ya tərəvəz əlavə edib hazır olana qədər bişiririk. Əgər üzlü süddən istifadə ediriksə, bu axırıncı mərhələdir. Bu zaman ona su əlavə etmədən qaynayan südə duz və qənd. Bunlardan fərqli olaraq son mərhələdə qənd sözünü görəcəksiniz. Deməli və su əlavə etmədən. Bu sözlər yəni ən son mərhələdə olan hissəyə aiddir. Əlavə edib hazır olana qədər bişiririk. Yəni bilirsiniz nə demək istəyir? Bu 3-cü mərhələyə qədər, yəni bu quru süd və yaxud da ki, qatlaşdırılmış süddür. 4-də isə üzlü süddən, yəni bizim adi bildiyimiz inək südündən danışır. Bunları sanki biz özümüz hazırlayırıq, yəni quru süddən qatlaşdırılmış süd, amma 4-də deyir ki, yəni üzünün belə yağını da yığmadan, ona su əlavə etmədən, hansı ki bu inək südündən qaynayan, yenə qaynadırıq onu, yəni bu mərhələni deyir də, əgər inək südündən bişirirsə, qaynayan südə duz, qənd, yarma, makaron, tərəvəzində hansıdırsa əlavə edib axıra qədər bişirir. Yəni çətin içinə yoxdur. Çox sadə bir şeydir. Sonra süd xörəklərini hazırlamaq üçün xırda həcmi 1,5-2 litr olan qazan götürürük. Nə qədər? 1,5-2 litr olan qazan götürmək lazımdır. Süd metal qabda qaynadılır, amma ki şüşə və minalı qablarda saxlanılır. Deməli, metal qabda qaynadılır, şüşə və minalı qablarda saxlanılır. Sonra hazır yeməklərin keyfiyyətinə verilən tələblər var. Burada ardıcıllıq kimi saxlamasaz da olar, amma bilməyimiz şərtdir. Deməli, süd xörəklərini yeməyin növünə uyğun olan qatılığı da olmalıdır. Əgər şorbadırsa, duru, sıyıqdırsa, qatı və yaxud da ki, duru da ola bilər. Deməli, şorbadırsa, duru, sıyıqdırsa, qatı və yaxud da ki, duru ola bilər. Şorbanın tərkibinə daxil olan ərzaqlar formasını saxlamalıdır. Südlü şorba və ya sıyığın rəngi ağ olmalıdır. Süd şorbasını isti vəziyyətdə dərin boşqablarda süfrəyə vermək lazımdır. Süd şorbasını isti vəziyyətdə dərin boşqablarda süfrəyə vermək lazımdır. Şorba və sıyıq olan boşqaba bir tikə çərək yağı qoymaq olar. Süd sıyıqları isə xırda boşqabda verilir. Deməli, sıyıqlar xırda boşqabda verilir. Süfrəyə verməmişdən əvvəl çərək yağı əlavə edilir. Belə müəllimlər, bu dərsdə bu qədər.